daxili əməkdaşların bilik bacarıqlarının, imkanlarının genişlənməsi üçün çox dəyərli layihə idi, dəyərli addım idi Natiq bəy tərəfindən. Ona görə təşəkkürümü bildirmək istəyirəm Natiq müəllimə bu fikri irəli sürdüyü üçün. Sizə də bu yolda uğurlar arzu edirəm. Abi, Think Center dediyimiz tək təlim mərkəzi deyil. Çünki təlim mərkəzi nədir? Sırf biliklər paylaşılır və bir istiqamətdə olur da. Müəllim belə deyək, tələbəyə biliyini ötürür. Amma qarşılıqlı orada dinləmə, həmin ideyanı dinləyib layihə çevirmək prosesi olmur deyə. Ona görə ümumi bir ad düşünüldü və AV Think Center. Təlimimizin sonuna çatdıq. Bu birinci sessiyamız idi. 10 nəfərdən ibarət təlim keçirildi. İkinci mərhələ beynəlxalq sertifikat olaraq PMP sertifikatı üzrə imtahana hazırlaşanlarımız olacaq. Uğurlar arzulayırıq. Yaxın zamanda söz verdiklərinə görə imtahana keçəcəklər. Onu da bilin ki, bu tək daxili təlimlərlə bitmir. Biz hər bir əməkdaşa sərmayə yatırıb, onların təlimlərinə, onların sertifikatlaşmasına vəsait ayırmağa hazırıq. Tək ki, sizlərin istəyiniz olsun, sizlər inkişaf edəsiniz. Çünki sizin inkişafınız şirkətin inkişafı deməkdir. Təbrik edirəm sizləri.